Bismillah, velhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Allah Azza və Cəllənin izni ilə fətvalara, Şeyx İbn Hüseymin Rahimallahın fətvalarına davam edirik. Artıq 4-cü suala gəldik Fiqh-ül İbadət kitabında və 4-cü sualın başlığı belə ki, əvvəl vacibin aləl abid, qullara ilk vacib olan şey barədə sual var və sual belədir ki, fədilət şeyx, mə huvə əvvəl vacibin aləl xalq? Məxluqlara, yaradılanlara ilk vacib olan şey nədir? Və cavabında şeyx deyir ki, əvvəl vacibin aləl xalqi huvə əvvəl mə yud'al xalqu ileyhi. Qullara ilk vacib olan şey, onların ilk dəvət olunduqları şeydir. Vəqad bəyyənəhun Nəbiyyü sallallahu aleyhi və səlləm Muaz ibn Cəbər hinə bə'ətəhu iləl Yəmən. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu ilk onların dəvət olunduğu şeyi Muazı Yəmənə göndərərkən bəyan etmişdir. Fəqalə innəkə tə'ti qavmən min əhlil kitab. Və Muaza demişdir ki, sən kitab əhli olan bir qovmə gedirsən. Fəlyəkun əvvəlu mə təd'uhum ileyhi şəhədətə ən la iləhə illallah və ənnə Muhammədən Rasulullah. Onları ilk dəvət edəcəyin şey Allahdan başqa ibadət olaraq haqq məbudun olmadığına və Muhammedin Allahın Rasulü olduğuna şəhadət etmələridir, şəhadət gətirmələridir. Yəni gördüyümüz kimi şeyx burada buyurur ki, insanların ilk dəvət olunduqları şey onlara ilk vacib olunan şeydir. Yəni bundan o məfhum çıxır, o anlayış çıxır ki, insanları dəvət edərkən onlara vacib olan ilk şeyə dəvət eləmək lazımdır. Yəni tövhidi bilməyən insanlara faizin haramlığından danışmaq, iskinin haramlığından danışmaq, bəli, bunlar şəriətin əhkamlarıdır, Allah Azza və Cəllənin qadağanlarıdır. Bunları hər kəs bilməlidir və onlardan çəkinməlidir. Amma o haramları və qadağaları düzgün başa düşə bilmək, düzgün anlamaq üçün ilk öncə insan tövhidi bilməlidir, Rəbbini tanımalıdır, Rəbbini ibadət etməlidir, Rəbbini ibadətdə birləməlidir. Nə üçün yaradıldığını, hansı məqsəd və hikmətlə yaradıldığını bilməlidir ki, sonra Allah Azza və Cəllənin əmir və qadağanlarını düzgün başa düşüb onlardan çəkinə bilsin. Ona görə şeyx gözəl bir nöqtəyə toxunur ki, ilk öncə qullar nəyə dəvət edilirsə, onlar üçün ilk vacib budur, ən öncə gələn elm vacib budur və Peyğəmbərlər də ilk buna başlayıblar ki, tövhidə dəvət ediblər və sahabələrinə də bunu öyrədiblər. Və bu hədis Buxarıda keçən bir hədisdir və davamında şeyx buyurur ki, fəhədə əvvəl vacibin aləl ibad. Bu, qula ilk vacib olan şeydir. Ən yüvəhhidullah azza və cəllə. Allah azza və cəlləni ibadətdə birləmək, Allah azza və cəlləni birləmək. Və ən yəşhədu li rasulihi bir risalə sallallahu aleyhi və səlləm. Həmçinin Allah Rasulü sallallahu aleyhi və səlləmin risalətinə, yəni Peyğəmbərliyinə şəhadət gətirmək. Və bitevhidillahi subhanahu və teala və şəhadət li rasulihi sallallahu aleyhi və səlləm bir risalə yətəhaqqaqul ixlasu vəl mütabə'atul ləzənihumə şərtə qabuli kulli ibadə. Və bu hansı ki Allah Azza və Cəlləni ibadətdə birləmək və Peyğəmbər sallallahu aleyhi və səlləmin risalətindən şəhadət gətirmək ancaq o halda yerinə yetirilir, gerçəkləşir, həqiqətini tapır ki, o ixlas və mütabaa şərti ilə bərabər olsun. Yəni, o qul onu Allah Azza və Cəllə üçün ixlaslı bir şəkildə yerinə yetirsin. Həmçinin Rasulullah sallallahu aleyhi və səlləmə tabi olaraq Allah Rasulü sallallahu aleyhi və səlləm insanlara, bəşəriyyətə, bizə, cəmiyyətə necə öyrədibsə, o şəkildə əməl edərək, yerinə yetirərək həqiqətinə çatdıra bilər. Bu yerinə yetirildisə artıq tövhid gerçəkləşmiş olur və ya qulun yaradılma məqsədi həyata keçmiş olur. Fəhədə huvə əvvəlu mə yəcibə aləl ibad ən yüvəhhidullah və yəşhədu li rasulihi sallallahu aleyhi və səlləm bir risalə. Fəşəhədətü ən la iləhə illallah tədəmmənü təvhidə kulləhu. Və deyir ki, qula ilk vacib olan şey budur, Allahı birləməsi, Rasulullah sallallahu aleyhi və səlləmin risalətinə şəhadət gətirməsi və davamında buyurur ki, la iləhə illallah şəhadət etmək tövhidin bütün növünü, bütününü əhatə eləyir. Yəni, la iləhə illallah dedisə bir insan, əşhədu ən la iləhə illallah kəlməsini istifadə etdirsə, la iləhə illallaha şəhadət gətirdisə, tövhidin bütün növlərinə iman gətirmiş sayılır və bu şəhadət tövhidin bütün növlərini əhatə eləyir. Allah Azza və Cəllə bizə işdə faydalanan qullarına etsin. Əmin və elhamdülillahi Rabbil aləmin.